kovalent rabitədə sigma və pi rabitələrini, sigma və pini yalnız biz kovalent rabitədə axtarırıq. İyonda, metalda, yəni bu rabitələr mövcud deyil. Gəlin görək sigma rabitəsi nədir? Sigma və pi rabitəsi. Harda axtarırıq? Kovalent rabitəli birləşmələrdə. Sigma rabitəsi müstəvi üzərində düz xətt boyunca orbitalların örtülməsindən yaranır. Məsələn, hidrogen S elementidir. H2, hidrogen arasında, yəni bax bu sigma rabitəsi hansı orbitalların örtülməsindən yaranır? SS orbitalların örtülməsindən. O zaman bu orbitallar müstəvi üzərində düz xətt boyunca örtülürsə, bu rabitə nə adlanır? Sigma rabitəsi adlanır. Məsələn, xlor dövri sisteminə baxsanız, sarı xanada yerləşir. Sarı xanadakı elementlər də P elementlər ailəsinə aiddir. Onda burada P orbitalını artıq tanıyırıq. Qantel formalıdır. Müstəvi üzərində PP-lərin örtülməsindən hansı rabitə yarandı? Sigma rabitəsi yarandı. Bəs gəlin görək, hidrogenlə xlor arasında hansı rabitə yaranır? H xlor. Hidrogen, bir də xlor. Hidrogenin S orbitalı, xlorun isə P orbitalı. Bunlar birləşir və bu zaman hidrogenlə xlor arasında, bax bu sigma rabitəsi hansı orbitalların örtülməsinə yaranır? Deməli, S və P orbitalların örtülməsindən. Bəzən olur ki, üzvü birləşmələrdə karbon sp3, sp2, sp hibrid halındadır və hibrid orbitalların bu şəkildə göstərilir. Məsələn, karbon hidrogen arasındakı rabitəni hibrid orbitalı, bir də hidrogenin S orbitalı. Müstəvi üzərindən düz xətt keçirə biliriksə, hansı rabitədir? Sigma rabitəsi. Bütün təhqat rabitələr sigma rabitəsidir. Bütün tək qat rabitələr. İndi gəlin görək pi rabitəsi nədir? Pi rabitəsi, bax bu P elektron buludlarının yanlardan, yəni yanlardan örtülməsindən yaranır və sigma rabitəsinə perpendikulyar yerləşir. Onda 2 dənə P orbitalları yanlardan örtüləndə hansı rabitəni yaradır? Pi rabitəsini yaradır. Pi rabitəsi 2 qat rabitəli birləşmələrdə, bir də 3 qat rabitəli birləşmələrdə mövcuddur. 2 qat rabitəli birləşmələrdə biri sigma, biri pidir. 3 qat rabitəli birləşmələrdə biri sigma, ikisi pidir. İndi gəlin görək pi rabitəli birləşmələrimiz hansılardır? Pi rabitəsinə məsələn CO, karbon, 3 qat rabitə, oksigen. Bu zaman deməli burada həm kovalent rabitənin sayını göstərir bu rabitələr, həm də ki sigma və pini tapa bilərik. Burada bir dənə sigma, 2 dənə pi rabitəsi var. Sonra azot N2, azot arasında 3 qat rabitə var. Bir dənə sigma, 2 dənə pi rabitəsi. Daha sonra O2, oksigen həmişə neçə valentlə əzbərləmişik? 2. Ona görə də oksigen arasında 2 dənə kovalent rabitə var. Bunun biri sigmadır, digəri isə pi rabitəsidir. Deməli, sigma və pi rabitələri haqqında bu qədər. Yəni, müstəvi üzərində düz xətt boyunca keçirsə sigma rabitəsidir. Yox, müstəviyə perpendikulyar P orbitaların örtülməsindən yaranan rabitə isə pi rabitəsidir. Şimdi gəlin baxaq görək hibridləşmə nədir? Demək, hibridləşmə nədir? Baxın, biz orbitallardan S-i tanıdıq, bir də P orbitallarının formalarını öyrəndik. Baxın, S-də sfera şəklindədir orbitalın forması, P-də isə qantel formasındadır. İndi gəlin görək, bu orbitallar birləşəndə nə baş verir? Baxın, bir dənə S, bir dənə də P orbitalları birləşir. Bu 2 dənə orbitaldan 2 dənə eyni formalı, eyni enerjili orbital alırıq. Buna da deyirik hibrid orbitalları. İndi gəlin hibridləşmənin tərifini deyək. Deməli, müxtəlif formalı
orbitallardan. Bu müxtəlif forma olduğuna görə enerjilər də müxtəlifdir. Çünki S orbitalı P-dən kiçikdir, enerjisi də azdır. Ona görə enerjilər də müxtəlifdir. Müxtəlif formalı və müxtəlif enerjili orbitallardan eyni formalı, eyni enerjili orbitalların alınmasına hibrid orbitallar və bu prosesə hibridləşmə deyilir. Hibridləşmənin 3 növü var idi. Gəlin baxaq. SP, SP2, SP3. Baxın, burada S qüvvəti 1-dir, bir dənə orbital, P qüvvəti 1-dir, bir dənə. 2 dənə S və P birləşir, 2 dənə hibrid orbitalı əmələ gətirir. İndi baxın, burada S 1 dənədir, P isə 2 dənədir. Cəmi 3 orbital iştirak elədi. Onda 3 dənə eyni formalı nə alırıq? Hibrid orbitalı. Daha sonra üçüncüdə S1 dənədir, kürə şəklində, P isə 3 dənədir, qantel formasında. Bunların da birləşməsinə cəmi 4 orbital, eyni formalı, eyni enerjili nə yaranır? Hibrid orbitalları yaranır. Deməli, hibridləşmənin 3 növü oldu. SP, SP2, SP3. SP-də 2 hibrid orbitalı, SP2-də 3 hibrid orbitalı, SP3-də isə 4 hibrid orbitalı mövcuddur. İndi gəlin bunu dövrü sistem üzrə tətbiq eləyək. Görək hibridləşmə dövrü sistem cədvəlində necədir? Biz dövrü sistem cədvəlində birinci qrup üçün ümumi formul, deməli, birinci A yarım qrupunda NS1. Baxın, tək elektron bir dənədir. Tək elektron varsa, ona görə burada həyəcanlanma baş vermir. Həyəcanlanmır. Həyəcanlanmırsa, onda hibridləşmir. Hibridləşmə də baş vermir. Deməli, birinci qrup nədir? Nə həyəcanlanmır, həyəcanlana bilmədiyinə görə də hibridləşmə baş vermir. İndi gəlin ikinci A yarım qrupuna baxaq. Normal halını yazacaq birinci. NS2, NP0. Baxın, indi həyəcanlananda nə baş verir? Həyəcanlananda S-dən biri keçir P-yə. Olur NS1, NP1. S-də 1 orbital, P-də 1. Yəni elektronlar. Bu iki dənə orbitallardan eyni formalı nə əmələ gəldi? Hibrid orbitalı. Bu iki hibrid orbital uşaqlar, deməli 180 dərəcə bucaq altında birləşib açıq bucaq əmələ gətirir. 180 dərəcə. Baxın onda. İkinci A yarım qrupu hansı dərəcə altında birləşdi? 180 dərəcə altında birləşdi. Neçə hibrid orbitalı? 2 hibrid orbitalı. Onda 2 hibrid orbitalı hansı hibridləşmədir? Bir dənə S, bir dənə P. Onda nə deyirik? SP. Onda ikinci qrupda cədvəldə hansı elementlər varsa, məsələn, berilyum, flor 2, sonra kalsium, flor 2 və s. Burada mərkəzdə berilyum, kənarlarda isə xlor hansı dərəcədə birləşdi? 180 dərəcə altında birləşdi. İndi gəlin üçüncü qrupa baxaq. Üçüncü A yarım qrupunda normal halı nədir? NS2, NP1. Həyəcanlananda nə baş verir? Həyəcanlananda NS1, NP2. S-dən bir dənə, P-dən isə 2 dənə orbital iştirak edir və 3 dənə eyni formalı, eyni enerjili orbital və bunlar da 120 dərəcə bucaq altında birləşmə əmələ gətirir. Ona görə də, deməli, üçüncü qrup 120 dərəcə bucaq altında, 3 dənə hibrid orbitalı və SP2. Deməli, SP2 hibrid halını gətirir. Üçüncü qrupdan bor H3-ü deyə bilərik. Daha sonra alüminium flor 3-ü deyə bilərik. Mərkəzdə məsələn bor, kənarlarda isə H dayanır. Onda burada molekulu qeyri-polyar olacaqdır. Yeri gəlmişkən deyim, qeyri-polyar. Burada yenə molekul qeyri-polyardır, çünki mərkəzdə berilyum durur. İndi gəlin dördüncü qrupa baxaq. Dördüncü qrupda deməli normal halda NS2, NP2 həyəcanlananda NS2, NS1,
S-dən biri keçir P-yə. NP3. S-də bir orbital, P-də isə 3 orbital olur. Və bu zaman 4 dənə orbitaldan eyni enerjili, eyni formalı nə alırsınız? Hibrid orbitalı alırsınız. Baxın, bu 4 dənə hibrid orbitalları birləşir, düzgün olmayan tetraedr əmələ gətirir. Yəni, üç bucağa oxşuyur, amma 4 təpəsi vardır düzgün olmayan tetraedrin. Bucaq da 109 dərəcə 28 dəqiqədir. Deməli, soldan sağa bucaqlar azalmağa başladı, hibrid orbitalları artmağa başladı, molekulu qeyri-polyarla başladı. İndi ammoniakda və suda izah eləyəndə polyara doğru getdiyini görəsiniz. Deməli, gəlin buradan yazaq 5-ci qrupdan, bir də 6-cı qrupdan. Nələr SP3 hibrid halındadır. Burada artıq həyəcanlanmanı qeyd eləmirik. Deməli, 5-ci qrupdan azotdur, amonyak SP3 hibrid halındadır. 6-cı qrupdan isə sudur, H2O, oksigen SP3 hibrid halındadır. İndi baxın, SP3-ün neçə hibrid orbitalı var idi? 4 dənə. Hər ikisinə 4 dənə hibrid orbitalı var. Ona görə mərkəzi atom azotdur. 4 dənə hibrid orbitalı çəkirik. 4 dənə hibrid orbital, 3 dənə hidrogenlə örtülür. Bu zaman, baxın, orada bucaq 109 dərəcə 28 dəqiqə idi. Burada bucaq bir qədər kiçilir. 107 dərəcə 3 dəqiqəyə düşür. Və molekulu polyar olur. Çünki azot maksimum valentliyinə çatmır. 3 hidrogenlə örtülür və burada molekulu polyar molekul olur. Daha sonra su üçün yazaq, oksigen SP3 hibrid halındadır. Yəni 4 dənə hibrid orbitalı var. 2 dənə hidrogenlə örtüldü. İndi 107-dən bucaq düşür bir qədər də aşağı. Düşür 100, deməli 4 dərəcə 5 dəqiqə. Deməli, burada da 2 dənə sigma rabitəsi yarandı və bu sigma rabitələri SP3-lə hidrogenin S orbitalı arasında yarandı. Yəni, suda sual olsa ki, sigma rabitələri hansı orbitallardan yaranır? SP3S. Amonyakda SP3 S orbitalların örtülməsindən yaranır. Yaxşımı? Demək, dərsimiz bu qədər. Dayandı video. Onda qızlar oradan vurun dayansın.